Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seydəhmədli yaşıl enerji zonaları mövzusunun Azərbaycanın uzunmüddətli inkişaf gündəliyində xüsusi yer tutduğunu diqqətə çatdıraraq vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı çərçivəsində görülən işlər bu istiqamətdə yeni mərhələ açır. Dövlət proqramında bərpa olunan enerji mənbələrinin inkişafı və yaşıl enerji zonasının yaradılması regionun strateji inkişaf istiqamətlərindən biri kimi müəyyən edilib. Proqramda Naxçıvanın günəş və külək enerjisi potensialından səmərəli istifadənin genişləndirilməsi, enerji istehsalında bərpa olunan mənbələrin payının artırılması, enerji təminatının dayanıqlığının və müstəqilliyinin gücləndirilməsi əsas məqsədlər sırasında yer alır. Eyni zamanda dövlət proqramında yaşıl enerji layihələrinin regionun sənaye, kənd təsərrüfatı, nəqliyyat və sosial infrastrukturunun inkişafı ilə uzlaşdırılması, eləcə də ekoloji tarazlığın qorunması prioritet vəzifə kimi ortaya qoyulub ki, bu da Naxçıvanın uzunmüddətli və inklüziv inkişaf modelinin formalaşmasına xidmət edir. Səlahiyyətli nümayəndənin müavini bu istiqamətdə atılan bir sıra mühüm addımlardan bəhs edərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında iri miqyaslı bərpa olunan enerji layihələrinin həyata keçirilməsi məqsədi ilə dünyanın aparıcı yaşıl enerji sahəsində fəaliyyət göstərən şirkətlərlə tərəfdaşlıq müqavilələri bağlanılıb. Həmçinin Energetika Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında yaşıl enerji zonası konsepsiyası hazırlanaraq baxılması üçün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə təqdim edilib. Ümumilikdə konsepsiya əhatəlidir və 4 əsas sahə üzrə 12 prioritet istiqamət müəyyən edilib. Bu isə Muxtar Respublikanın ölkənin ilk tam yaşıl enerji modeli kimi formalaşdırılması istiqamətində ardıcıl və sistemli yanaşmanın mövcud olduğunu bir daha təsdiqləyir. Samir Seydəhmədli 2026-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasında 10 il müddətinə tətbiqi nəzərdə tutulan vergi, sosial sığorta və gömrük rüsumlarına dair güzəşt paketinin ilk növbədə istehsal yönümlü layihələri stimullaşdırmağı hədəfləyən strateji addım olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu güzəştlər yaşıl enerji ilə yanaşı sənaye, aqrar emal, texnoloji istehsal və ixrac yönümlü məhsullar üzrə investisiya layihələrinin genişləndirilməsi üçün güclü iqtisadi baza formalaşdıracaq. Görülən işlərin və qarşıdakı layihələrin Naxçıvanı Azərbaycanın yaşıl enerji bölgəsinə, proqnozlaşdırıla bilən və rəqabət qabiliyyətli istehsal xəritəsinin mərkəzinə çevirəcəyinə, ölkəmizin dayanıqlı və innovativ inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirən səlahiyyətli nümayəndənin müavini tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib. Azərbaycan Respublikası Energetika Nazirliyi yanında bərpa olunan enerji mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxış edərək ölkəmizdə müəyyənləşdirilən enerji strategiyasının hədəfində 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin payının qoyuluş gücünü 30%-ə çatdırmaq olduğunu bildirib. Qeyd edib ki, strategiyanın tərkib hissəsi olaraq Qarabağ və Şərqi Zəngəzurla yanaşı Naxçıvan Muxtar Respublikasında da yaşıl enerji zonasının yaradılması, bərpa olunan enerji mənbələrindən daha səmərəli istifadə olunması, istehsal edilən enerjinin ixrac olunması istiqamətində mühüm addımlar atılacaq. Naxçıvanın çox böyük günəş enerjisi potensialı olduğunu vurğulayan Cavid Abdullayev qeyd edib ki, Naxçıvanda bərpa olunan enerjiyə dair ərazilər aidiyyəti üzrə müəyyən olunub və torpaq ayırma prosesləri gedir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 688 hektar torpaq sahəsi Naxçıvanda bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən olunub və gələn il ümumilikdə 50 meqavat gücündə 2 stansiyanın inşası nəzərdə tutulur. Sonra bərpa olunan enerji mənbələri Dövlət Agentliyinin nümayəndəsi Emil Kərimzadə Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası konsepsiyası mövzusunda məruzə edib, Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi, Muxtar Respublikada yeni elektrik stansiyalarının inşası və enerji ixracı layihələrinin icrası ilə bağlı görüləcək işləri diqqətə çatdırıb. Tədbirin davamında yaşıl enerji zonası konsepsiyası Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı kontekstində və infrastruktur layihələr yaşıl enerji zonasının tərkib hissəsi kimi 2 panel müzakirəsi aparılıb. Qeyd edək ki, tədbir sabah yaşıl enerji zonası və regional enerji dəhlizləri və yaşıl enerji sahəsində investisiya layihələri mövzusunda panel müzakirələri ilə öz işini davam etdirəcək. Artıq 688 hektar torpaq sahəsi Naxçıvanda bərpa olunan enerji mənbələri ərazisi kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunub və onunla bağlı hal-hazırda investisiya layihələrinin həyata keçirilməsini, daha doğrusu 2
25 meqavat gücündə stansiyanın inşası ilə bağlı danışıqlar yekun mərhələsinə daxil olub və biz planlaşdırırıq ki, İnşallah ilin sonuna qədər müqavilə bazası imzalansın və bu barədə ayrıca olaraq təbii ki, imzalanmadan sonra məlumat verəcəyik və belə planlaşdırırıq ki, növbəti ilin əvvəllərindən həmin 25 meqavat gücündə stansiyanın inşası ilə bağlı intensiv işlərə start verilsin. Bərpa olunan enerjinin Naxçıvan şəhərində inkişafı dövlət başçısının yaşıl enerji zonası ilə bağlı strateji baxışına uyğun həyata keçirilir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında yaşıl enerji zonası konsepsiyası və bunun icrasını təmin edən tədbirat planı hazırlanıb. Bu konsepsiyaya Naxçıvan şəhərinin bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, müasir şəbəkə infrastrukturunun qurulması, karbon emissiyanın əhəmiyyətli dərəcədə azaldılması, enerji ixracının artırılması nəzərdə tutulur.